Romalılara məktub. 15-ci fəsil. İmanınız günbəgün artsın. Biz imanı güclü olanlar, imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq. Hər birimiz yaxşılıq naminə inkişaf elətdirmək məqsədi ilə qonşumuzu razı salaq. Çünki Məsih də özünü razı salmadı. Necə ki yazılıb. Səni təhqir eləyənlərin təhqirləri altında qaldım. Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və müqəddəs yazıların ürək-dirəyi ilə ümidimiz olsun. Dözüm verən və ürəkləndirən Allah, Məsih İsa'nın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş eləsin ki, hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin atası olan Allahı izzətləndirəsiz. Buna görə də Məsih sizi qəbul elədiyi kimi, siz də Allahın izzəti üçün bir-birinizi qəbul eləyin. Mən də bunu bildirirəm. Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin. Beləcə, başqa millətlər də Allahın mərhəmətinə görə onu izzətləndirsinlər. Necə ki yazılıb. Buna görə millətlər arasında sənə şükür eləyəcəyəm, isminə tərənnüm söyləyəcəyəm. Yenə deyilir ki, ey millətlər, onun xalqı ilə birgə sevinin. Başqa bir yerdə, ey bütün millətlər, Rəbbə həmd eləyin. Ey bütün ümmətlər, onu məth eləyin. Yeşaya da belə deyir. Yesseyin kökü gələcək. Millətlərə hökmran olmaq üçün ucalacaq. Millətlər ona ümid bağlayacaq. Qoy ümid mənbəyi olan Allah, iman eləyən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, müqəddəs ruhun qüdrəti ilə, ümidlə dolub daşasız. Məsihin xidmətçisi. Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiz və bir-birinizə nəsihət verməyə qadirsiz. Amma Allahın mənə bəxş elədiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam. Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsa'nın xidmətçisi oldum ki, bir kahin kimi Allahın müjdəsini vəz eləyim və başqa millətlər müqəddəs ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar. Beləcə Allaha xidmət elədiyimə görə Məsih İsa ilə fəxr eləyirəm. Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın ruhunun qüdrəti ilə elədiklərindən başqa bir şey barədə danışmağa cəsarət eləmərəm. Belə ki, mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin müjdəsini yayıb qutardım. Bundan birgə müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım. Amma necə ki yazılıb, onun haqqında xəbəri olmayanlar görəcək, eşitməyənlər anlayacaq. Paulun Romaya getmək niyyəti. Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi. İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır. İllərdir ki, yanınıza gəlməyi arzu eləyirdim. Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddətdə olsa, dostluğunuzdan zövq alandan sonra məni ora yola salasız. Amma indi mən müqəddəslərə yardım eləmək üçün Yerusəlimə gedirəm. Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün iyanə yığmağı məsləhət bildilər. Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludular. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət eləməyə borcludular. Beləcə, bu işi başa çatdırıb, əldə olunan vəsaiti onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm. Bilirəm ki, yanınıza gələndə Məsihin tam xeyir duası ilə gələcəyəm. Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə,
ruhun məhəbbəti naminə sizə yalvarıram. Allaha mənim üçün elədiyiniz dualarda mənlə birlikdə mübarizə aparın ki, Yahudiyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul eləsin. Beləliklə istəyirəm ki, Allahın iradəsi ilə, sevinclə yanınıza gəlib, sizlə könlümü fərəhləndirim. Qoy sülh qaynağı olan Allah sizin hamınızdan olsun. Amin.